Salam, hörmətli, dəyərli izləyicilərimiz, hər birinizi salamlayıram. Hamınızın hər vaxtınız xeyirli uğurlu olsun, dəyərli izləyicilərimiz. Bu günləri Ağcabədi rayonunun Şahmallar kəndində şəhid Vüsal qardaşımızın il dönümüdür. Bilirsiniz, kanalımızın yaradıcısı və rəhbəri Pənah qardaşımız şəhid Nicat qardaşımızın il dönümünü verdi. Sonra Gəncə şəhərində şəhid Vahid qardaşımızın il dönümünü Pənah qardaşımız verdi. İndi də Ağcabədi rayonunun Şahmallar kəndinin şəhidi şəhid Vüsal qardaşımızın da il dönümünü bizim Pənah qardaşımız verir. Allah ruzisinə min qat bərəkət qatsın. Allah qat-qat əvəzini versin. Bütün şəhidlərimizə də Allah rəhmət eləsin. Allah yaxınlarına səbir dözüm versin inşallah. Bütün şəhid ailələrinə Allahdan səbir dilirik. Elə Seyid Nadir baba da kəndin ağsaqqalı kimi buradadır. Allah rəhmət eləsin şəhidlərimizə. Allah Teala bir de bizim heç bir ata-anaya bu günləri qismət edən şəhid adlasın. Amin, amin, amin Seyid Nadir baba. Allah köməyiniz olsun. Bütün şəhidlərimizin ruhu şad olsun. Harda ev tikmişiksə, dəyərli izləyicilərimiz, həmin o evin girişində kanalımızın belə logosu vurulubdur və bu logonun üstündə də gördüyünüz kimi evin təhvil verilmə tarixi 25 sentyabr 2022-ci il yazılıb. Burada da kanalımızın adı, logosu. Dəyərli izləyicilərimiz, bax bu görmüş olduğunuz evi bizim Pənah qardaşımız ponduslu remont eləyib. Bax evin qabağını bu navesi tikilib. İstərdim ki belə məlumat verim ki hər kəs bilsin. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Allah bugünkü gündə Vüsal qardaşımızın ailəsinin yanında olan hər bir kəs Allah özü kömək olsun. Salam aleyküm. Allah rəhmət eləsin. Amma Allah canını sağ eləsin. Allah köməyin olsun. Amin. Bazılarınıza can sağlığı, Allah hamınızı uzun ömür can sağlığı versin. Bu məclisdə iştirak edən hər bir öz minnətdarlığımı bildirirəm ki, sağ olsunlar ki, hər il şəhidimizi bax formada yad edirlər, əziyyət çəkirlər, sağ olsunlar, var olsunlar. Onun üçün də Allah Teala bir də bizim gənclərə, cavanlara müharibəni göstərməsin. Amin. Allah köməyiniz olsun. Amin. Allah razı olsun hər birinizdən. Saqqal Allah. Çox sağ ol. Allah köməyin olsun. Allah bütün şəhid ailələrinə səbir dözüm versin. Dəyərli izləyicilər, indi inşallah Şəhidlər Xiyabanından bir çəkilişimiz olacaq. Onu da izləyin, sonra çəkilişimiz davam edir. Şəhidlərimizi indi gedirik ziyarət eləməyə, şəhid Vüsal qardaşımızın məzarını ziyarət eləməyə. Bəli, dəyərli izləyicilərimiz, gəldik Ağcabədi rayon Şəhidlər Xiyabanına, şəhid Vüsal qardaşımızın ziyarətinə. İnşallah bax buradan da çəkilişimiz davam edirik. Deyəcəksiniz, biraz hava dumanlıdır. Olar çəkilişdə biraz görüntüdə görmə məhdudiyyəti azalarsa üzr hesab eləyəsiniz. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Bəli, bax burada Ağcabədi rayon Şəhidlər Xiyabanıdır. Qürurla hər zaman şəhidlərimizi yad edirik və vətən uğrunda canını fəda edən qardaşlarımıza Allahdan rəhmət eləyirik. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Allah yaxınlarına səbir dözüm versin inşallah. Bax burada 1-ci Qarabağ müharibəsində Ağcabədi rayonunun verdiyi şəhidlərdir. Və yavaş-yavaş da artıq şəhid Vüsal qardaşımızın məzarını ziyarət etməyə gəlirlər. Və bugünkü gün bizim vətənimizin bütövlüyü uğrunda, vətənimizin azadlığı uğrunda bu qədər igid, qəhrəman oğullar canından keçibdir. Allah hamısının ruhunu şad eləsin. Allah bütün şəhid ailələrinə də səbir versin inşallah.
Mama geliyor. Hapsi kurtarmasına kızım benim. Size bir söz diyeyim, hatırınıza değmesin. Okuma akrabası diye ben biliyorum. Ama bu şehit anaların bu esas bu anaların kabağında değil. Bak Füzuli'den de buraya analar geldi. Ele 50 Ekim arası geldi. Şehit anaların kabağında. رب السماوات والأرض وما بينهما الرحمن لا يملكون كتابا يوم يقوم الروح والملائكة صفا ويتكلمون إلا من غدنا له الرحمن وقال سواء ذلك اليوم الحق فمن شاء Seçin bari. Gel ziyaret edin. Gel. يوم ينظر المرء ما قدمت يداه ويقول الكافرون Yok, ilkeler geldi. Sabah ver. Yetersin. Güzel bir çubuğu. Verim. Al. İyi gelsin canım. Ölüler bala. Şehri çarptı bu sözde Yanına bala. Zambala. Ölüler bala özre. Yaralı oğlanların anası kurban. Böyle günüme özüm kurban bala. Oturma. Yer buz gibi. Böyle yazmamışım bala. Ölürüm bala. Gel yakınlaş. Adam adasın anasını tek koymaz bala. Onlar bizi tek koydular. Vatani seçtiler. Kurtarız. Yaman yargız koymuşsan beni bala. Ölürüm Yanırım balam. Analar kurban. Ne beleledim balam. Emece gözüm ağrıyor balam.
Peki bir gün kavgadan ay balam. Bir belanı versem ne de gelim. Peki trezon ay balam. Adam belen samsız olmaz. Ayağlar özüne. Ayağlar özüne. Adam başları da sağ kurban ay bala. Adam başlarım da kurban ay bala. Ölürüm ben ay kızlar. Hep tam geldim ay kızlar. Hamsı bala. Amızım bala sözüm kurban. Ay benim başlarım. Ne kadar bacılarım, ne kadar bacılarım. Çok bacılarım. Sağdaşa düşen analar. Utanmayın, uzana kalsın. Niye uzana kalsın ki? Yakından gel, yakından Ben sevmedimin dalı geldim. şerait yaratacaklar. Ay anan özüm ölürüm. Vallahi ölürüm. Evimle eşimle bezmeyeceğim. Ay anan özüm. Bir ana ben azal. Kurban olup babalar azal. Ayrı o ya. Çok da sen yaxşı olar da. Aziz şəhid alanlarımız, bildiyiniz kimi hər bir şəhid tədbiri deyərdim ki, təkcə valideynlərinə aiddir. Şəhidlərimiz Azərbaycanın şəhidləridir, millətimizin, dövlətimizin şəhididir. Ona görə də biz istəyirik ki, hər bir şəhid tədbiri özünə uyğun, öz şərafətinə, ləyaqətinə, ucaldığı şəhidlik zirvəsinə olan o zirvədəki kimi tədbir keçirilsin. Ona görə də xahiş edirəm ki, şəhid analarımızdan şəhidlərimizi özlərinə uyğun tədbirin keçirdək. Çünki onsuz da siz hər gün evdə bu şəhidimizi ağlayırsınız, hər biriniz öz evinizdə ağlayırsınız. Çünki insanlar üçün adi gəlsə də belə, adi dünyasını dəyişən insanlar, amma şəhidlər üçün bu heç vaxt unudulmazdır. Çünki bütün şəhid ailələrinin evlərində şəhidlərimizin adına düzəldilmiş ev muzeyi var. Onların tarixdə yaşaması üçün, insanlarımızın, vətəndaşlarımızın tanıması üçün onların ev muzeyləri təşkil olunmuşdur ki, bütün insanlar, Azərbaycan vətəndaşları, bağça şagirdləri, məktəb şagirdləri onları ziyarət eləsinlər və tanısınlar. Ona görə də analar üçün çox çətindir ki, hər gün o şəhidin ev muzeyini ziyarət eləmək, hər gün öz evlatları ilə təmasda olmaq və ona görə də şəhid anaları üçün bu dərdi çəkmək çox çətindir. Xahiş edirəm hər bir vətəndaşdan şəhid ailələri, şəhid ev muzeyləri ziyarət olunsun. Bildiyimiz kimi bizim Vüsal balamız bizim qələbəmizdən 2 gün sonra şəhidlik zirvəsinə ucalmışdır. Yəni bu ana üçün, valideyn üçün çox çətin idi ki, sən yol gözləyəsən ki, bayraq sancıldı, qələbə çalındı, qələbə elan olundu, oğlum gələcək. Əslində oğlu yox, oğlunun bayrağa bükülmüş ləşi ailəyə təhvil verilmişdir. Düzdür, çətindir, biz Azərbaycanlı olaraq, müsəlman olaraq dilimizdə belə bir şey var ki, bütün şəhid ailələrinə deyirik ki, təmkinli olun, səbirli olun. Bu bir müsəlman olaraq bizim dilimizin əzbəridir. Bütün şəhid ailələrinə bunu deyirik. Ancaq gördüyünüz kimi o çox çətin bir şeydir. Analar üçün çətindir, hər bir insan üçün çətindir. Ancaq buna biz məcburuq ki, bax bu günləri bu şəhidi yaşatmaq üçün Sevinc anaya səbr lazımdır. Dözüm lazımdır ki, özü gəlsin, evladı məzarını ziyarət eləsin, xalq da, kütlə də onun arxasıca gəlsin. Siz heç kəs üçün yox. Düzdür, əlimizdə qalanlara şükür eləyirik. Ona deyirik ki, şükür. Əlimizdə qalana şükür. Amma vallahi billahi şəhidlərimiz ölməyiblər. Onların bu dəqiqə ruhu göylərdədir. Bizi
görürlər. Bizim kimi yaşayırlar. Ona görə də deyirlər, yerdə qalan oğlunun xətrinə, qızının xətrinə yox. Mən ondan barışmıram. Elə şəhidin özünə xatir yaşamalısan. Şəhidin özü üçün yaşamalısın. Çünki yenə deyirəm, təkrar edirəm, o yaşayır. Sizin hər birinizin qarşısında baş əyirəm. Bugün elan edeyim ki, bax bizim bugün Vüsal balamızın işığına yığışan müxtəlif şəhid anaların içərisində başqa rayonlardan da gələn şəhid analarımız var. Burada Beyləqandan da var, Füzulidən də var, Ucardan da var. Bu nə deməkdir? Bu yumruq deməkdir, həmrəylik deməkdir, birlik deməkdir, paklıq və ucalıq deməkdir. Bax, şəhidliyin ən gözəl görünən cəhətlərindən biri budur. Ki, hər birimizi öz işığına, öz yasına, öz ocağına toplayıb. Hər birinizin dərdi eynidir, hər birinizin dərdinə qurban olun. Ağ saçlarınıza qurban olun. Allah sizlərə səbir versin. Hal-hazırda bizim yanımızda Füzuli şəhərindən gəlmiş Göyçək anamız var. Bildiyiniz kimi Göyçək ana 3 şəhidin dərdini daşıyır. Həm oğlunun, həm qardaşının, həm yeznəsinin. Allah səbir versin, məqamı uca olsun. İstəyərdik ki, ananı dinləyək, Göyçək ananı. Əziz və hörmətli şəhid analarım, şəhid bacılarım, şəhid atalarım, şəhidlərimizin qardaşları. Biz bugün Füzuli rayonundan qədəm götürüb, sevə-sevə, əzizliyə biz Vüsal balamızın bugün 5-ci il dönümünə gəlmişik. Çünki o bizi heç kəs məcbur eləmir. O bizim öz içimizdən gələn bir şeydir ki, mən həmişə demişəm sözümün əvvəlində, axırında demişəm ki, biz analar həmrəy olmalıyıq ki, bizim balalarımız, indi Sevinç xanım dedi, Ucardan, Beyləqandan, Füzulidən, başqa rayonlardan. Bəli, bu anaları kim bir-birinə baz elədi? Bizim şəhidlərimiz, bizim oğlanlarımız. Ona görə də biz bugün Sevinç ananın yanındayıq. Biz özümüz istəyərəkdən gəlmişik ki, ananı tək qoymayaq. O bizim eyni şəhid balamızın biri də Vüsalımızdır. Biz 2 gündür ki, mənim analarım, biz bayraq bayramı keçirdirik, Zəfər bayramını qeyd eləyirik. Bəli, bizim bir gözümüz gülüb, bir gözümüz ağlayıbdır. Ağlayır ona görə ki, biz bala vermişik, biz oğul qurban vermişik. Sevinir ona görə ki, bizim 30 illik torpağımızı, bizim həmin qəhrəman oğlanlarımız 44 gün ərzində hörmətli prezidentimiz İlham Əliyevin dəmir yumruğu altında birləşərək, onlar qorxmadan, ülkmədən Allahu Əkbər deyib, özləri silaha sırmandılar. Gedəndə bayraqla getdilər, amma qaydanda həmin bayrağı zirvələrə qaldırıb, bayrağa bükülüb, analarının evinə qonaq gəldilər. Bəli, biz belə oğlanların anasıyıq, mənim gözəl analarım. Biz fəxr eləyirik ki, bu cür qəhrəman oğlanlar böyütmüşdük, vətənpərvər oğlanlar böyütmüşdük. Bu müharibənin qədəmin qoyan oğlanlarımız. Bəli, Sevinç niyə dedi ki, 3 dənə şəhidi var. 92-ci ildən əli silahsız, avtomatla, quş gülləsi ilə döyüşə gedən oğlanların birini mənim qardaşımdır, mən onun bacısıyam. Biri hörmətli bizim Rəfiqə anamız, Azər balamızın anasıdır. Onlar o qədəmi, onlar yol açdılar. Onlar silahsız, quş güzləsi ilə döyüşərək, onlar canlarını fəda verdilər torpağın uğrunda. Qoymadılar ki, məğrur düşmənimiz çox irəli gəlsinlər. Onlardan qalan torpaqlarımızı o yandan üzü bəri. 44 gün ərzində, 44 gündə, 30 günlərdir, 30, bağışlayın karıxdım. 30 illik torpağımızı 44 gün ərzində canları bahasına, qanları bahasına azad elədilər. Özümüzə qaytardılar. Qalan torpağımızı, bizim suverenliyimizi əldə etmək üçün, bəli, müstəqil, tam müstəqil olmağımız üçün, antiterror şəhidlərimiz, bəli, bizim əskər balalarımız, onların çoxu bizim əskər balalarımız idi. Onlar bizim suverenliyimizi azad elədilər. Bir gün ərzində özümüzə qaytardılar. Qələbəni çaldılar ki, həqiqətən də Azərbaycan müstəqil bir ölkədir. Bizim oğlanlarımız bütün dünyaya tanıtdılar ki, bilin ki, Azərbaycanın qeyrətli oğlanları var idi. O torpaqları azad elədilər, önümüzə qaytardılar. Hamı bildi ki, Azərbaycanın qəhrəman oğlanları var. Mənim analarım, gəlin bu oğlanlarla fəxr eləyən, qürur duyağın ki, bu cür oğlanların anasıyıq biz.
vətənpərvər oğlanlar böyütdük. Ona görə ki, başımız ucadır. Biz vətənpərvər oğlanlar anasıyıq. Biz qəhrəmanlar anasıyıq. Mən də 3 şəhidin anasıyam. İmanın bacısıyam. Elçinin anasıyam. Tankda yalan 14 ilin tankçısı Mahmudun bibisiyəm. Kürəkən də tankdayan. Ata da kürəkən, şəhid, kürəkən də şəhid. Belə biz oğlanların anasıyıq, bacısıyıq. Mən bu cür oğlanlarla fəxr edirəm, qürur duyuram ki, biz belə oğlanlar yetişdirmişdik. Çox sağ olun, hamınıza təşəkkür edirəm. Allah'tan bir dənə sağlığı istəyirəm ki, biz analara verdiyi o 5 ili, 10 ili sağlıqlı versin ki, biz balalarımızı yaşadaq. Biz öldük, bizim balalarımızı heç kəs yaşatmayacaq, əziz analarım. Ona görə də biraz qüvvətli olağın. Hamınızı öpürəm, bağrıma basarım. Çox sağ olun. Ben çok danışdım. Ev yoxdur. Əziz analarımız, bildiyimiz Şəhid olub mənim oğlum. Mən o yəni 1-ci Qarabağ müharibəsində şəhid olan oğlanların valideynlərinin adını bacıma səbir diləyirəm. 34 ildir mən ağlayıram, bir şey yoxdur. Yoxdur, heç nə yoxdur. Sənin qadağalım, səbirli ol, təmkinli ol, qəbirləri nurla dolsun, məqamları uca olsun. Nə bilim, söz. Yaşayaq ki, babalarımız yaşasın. evlada rəhmət eləsin. Siz elə bu 44 günlük şəhidlərimizə, bu 92-nin şəhid anaları bir örnəkdilər, bir dərsdilər ki, sizdən qabaq biz bu dərdi çəkmişik. Allah səbrinizi versin. İşlərə gələydin, qismət günəymiş. Ucardandır. Siz danışın. Hə, yaxşı tutum. Mən Ucar rayonundan gəlmişəm. Cəbrayıl xəyalına nasıyam. 44 günlük müharibənin şəhidləri. Vüsalla bizi bir yerdə olublar. Yaralı şüyə da yaşayan uşaqların anaları yox. Bir gündə, bir saniyədə, bir dəqiqədə şəhid olublar. Onlara canımız qurban. İnşallah seni Allah. Allah size de kömək olsun. Ağlam bir dönəm. Allah səbrinizi versin. Yenə bundan az öncə elan elədim ki, yaşayın, şəhidlərimizi yaşadın. İndi də bizim Beyləqandan gələn şəhid analarımız var. Sadə verin onlar ki. Beni Beyləqan rayonu Kəbirli kəndindən 20 gün içində şəhid olan 2 qardaşlar Kərbəlayı Elnurun İbrahimin anası Minarə ana Vüsal balamızın Düzə bilmirik. şəhadəti mübarək olsun. Bizi bura yığan Vüsal balamızı Allah sevincəliyə Zahir qardaşa səbir versin. Allah anam səbrini versin. Bax bu ananın yanında mən elə gəlir ki, biz səsimizi belə çıxarda bilmərik. Ona görə ki, birinə dözə bilmirik. 20 günün içində 2 evlad şəhid vermək, bu nə bilim, sən ana sənin qarşında baş əyirsən, nə bilim, Allah görsə səbir verir. Demək, qismət buyurmuş. Yəni əstəğfurullah deyirik ki, dözmək olmur, partlayaram, ölərəm, yaşaya bilmərəm. Amma Allah verirsə, Allah da yaşadır. Allah səbrinizi versin anam. Ondan şəhidimizin anasıdır, özünüzü və şəhidimizin adını deyin, amma bilsin. Balaca qərimin anası Müşahibə. Allah bütün şəhidlərimizin yerini cənnət eləsin. Düzdür, bir tərəfdən qururudur, bir tərəfdən də bizi üçün ağırdır. Seviş bacıdır, Ceyran bacıdır, mənəm, evimizin bir çırağını torpaq qoyur. Allah bizlərə səbir dözüm versin. Allah şəhidlərimizin yeri cənnət eləsin. Biz analara səbir dözüm. Allah bir daha səbrinizi versin. Teşekkür ederim. Hamımızın balası, özüm qurban. Kimə? Allah biz analara səbir versin. Çok sağ ol ki bugünkü günde hamımız yanımdasınız. Atalara söz vermeyin. Kəşfə getməlim. Kəşfə getməlim. Buranı çəkir axı, bura gəl. Zəhmət olmasa. Bugün biz Vüsal balamızın 5-ci il dönümünə yığışmışıq. Burada bütün şəhid analar toplaşıb. Biz bu günü
ürək ağrısı ilə qeyd edirik. Lakin bizi ayaq üstə durduran, anaları ayaq üstə durduran yeganə bir amal odur ki, ondan ibarətdir ki, biz şəhidlərimizin qanı hesabına, biz şəhidlərimizin mübarizəsi hesabına Qarabağımıza nail olmuşuq, Qarabağı əldə eləmişik. Və mən bütün şəhid analarının qarşısında baş əyirəm, onlara uzun ömür, can sağlığı diləyirəm və arzu edirəm ki, geridə qalan övladları onların gözünə çıraq olsun və bu oğullar, bu igidlər də bizim qəlbimizdə daim yaşayacaq. Onlar bizim üçün ölməyiblər. Onlar bizim ant yerimiz, aman yerimizdir. Biz onları unutmağa heç vaxt bizim haqqımız yoxdur. Onlar bizim qəlbimizdə əbədi yaşayacaqlar. Allah rəhmət eləsin. Eyb yoxdur, şəkil çəkdirin lan. Şəkil də çəkəyin, şəkil də çəkdirin. Gel. İki tane şəkil çəkdirsin, nə bilməm. Mən demirəm. Atalar ziyarət eləsin. Sonra biz buranı qəşəng təmizləyək. Qəşəng də belə çıxsın, şehirdə deyilsin. Döyüş yoldaşları. Əziz izləyicilərimiz, şəhid Vüsal qardaşımızın döyüş yoldaşları da həmçinin Sevinc ana ilə görüşürlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin və hörmətli izləyicilər, şəhid Vüsal qardaşımızla bərabər olan bizim şəhid Xəyal qardaşımızın anası da ucardan buyurubdur. Allah ruhunu şad eləsin şəhidimizin. Allah sizə də səbir versin. Gözəl anamız. Allah rəhmət eləsin, ruhu şad olsun. Ne oldu bak ya? Allah səbir versin. Yok ya. Bütün şəhidlərimiz Atalar durun koy. Akındımız bir Kur'an okusun elinizde yani. Gel. Əziz izləyicilərimiz, kanalımızın rəhbəri Pənah qardaşımız tərəfindən evinin krişası vurulan, yəni belə deyim, şəhidimizin tikdiyi ev yarımçıq qalmışdı. Həmin o evin krişasını, polluq taxtalarını bizim Pənah qardaşımız eləmişdi. Allah canını sağ eləsin və iki şəhid anası bizim Minarə anamız buradadır. Sonra canımıza şəhid Balacayev Qərib qardaşımızın anası da dəfələrlə qoşulubdur. Allah hər birinə səbir versin inşallah. Bir analarımızı dinləyək. Buyurun. Ben Beyləqan rayonu Kəbirli kəndindən bayaq dediyim kimi iki şəhidin anası Kərbəlayi Elnurun İbrahim 20 gün içində şəhid olan iki qardaşlar Kərbəlayi Elnurun İbrahimin anası Minarə anamız. Allah Sevinc anamıza, Zahir qardaşımıza səbir versin. Allah Vüsal balamızın şəhadəti mübarək eləsin. Amin. Cənnətdəki şəhadəti mübarək olsun. Allah hamıza səbir versin. Deməyə söz çox deyil, amma adam ürəyi partlayır, deyə bilmirsən, çatdıra bilmirsən. Bircə kəlmə ki, Allah hamıza səbir versin. Amin. Mən də Balacayev Qəribin anasıyam. Allah bütün şəhidlərimizin yeri cənnət eləsin. Sevinç bacıma da, Zahir qardaşıma səbir, dözüm versin ki, biz yaşayaq ki, balalarımızı yaşadaq. Düzdür, çətindir. Evinin bir çırağını demək biz üçün çətindir. Allah səbir dözüm. Yəqin ki, səbir verməsə 5 ildə yaşamaq. Yəqin ki, Allah Taala bizə səbir verir ki, yaşayaq ki, balamızı yaşadaq. Qoysuz. Nişanasız balalarımızı yaşadaq. Balalara da Allah səbir dözüm versin. Balaların da böyüsün, boya başa çalsın. Minarə bazında 20 gün içində 2 şəhid verib. Hərəsinin birinin 2 balası var, birinin də 1 balası. Allah səbir dözüm versin. Can sağlığı versin, onlar yaşasın. Allah bütün şəhidlərimizin yerini cənnət eləsin. Amin. Mən 1-ci Qarabağ şəhid Camal İbrahimovun bacısıyam. Bugün biz Ağcabədi rayon şəhidlər xiyabanındayıq. Zəfər şəhidimiz Şükürov Vüsalın 5-ci il dönümü tamam olur. Eyni zamanda bu il həm də zəfərimizin 5 illiyidir. Dünən biz 9 noyabr möhtəşəm bir bayraq günümüzü qeyd etdik. 8 noyabr zəfər günümüzü qeyd etdik. Bəli, dünən sırağa gün bayrama qarışmışdı və Vüsal zəfərimizi yaşayan şəhidlərimizdəndir. Zəfərin şərbətini içib, necə deyərlər, şəhid olub. Allah onun atasına, anasına səbir versin. Ruhları şad olsun. Mən deyərdim ki, Azərbaycanın tarixində qızıl hərflərlə həkk olundu zəfərimiz.
və buna görə şəhidlərimizə qoşulur. Allah ordumuzu qorusun. Amin. Ali baş komandarımızı üstümüzdən əskik etməsin. Bədənlərinin bir üzvlərini o torpaqda dəfn edib gələn qazilərimizə Allahdan şəfa diləyirik. Onlar da bizim şəhidlərimizin şahidləridir. Bəli. Sağ olun. Sağ olun. Siz sağ olun. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Bütün şəhid ailələrinə Allahdan səbir diləyirik. Şəhid Cəfərov Mahir qardaşımızdır. Allah ruhunu şad eləsin. Cəmi şəhidlər bizim qürur mənbəyimizdir, qürur yerimizdir. Biz şəhidlərimizdən fəxr edirik. Allah ruhunu şad eləsin. Bax, bugünkü gündə Sevinc Ananın dərd ortağı olan, Ucar rayonundan gələn şəhid Xəyal qardaşımız, Nasib Üsal qardaşımızdan bir yerdə şəhid olubdular. Allah səbir versin bütün şəhid ailələrinə. Allah bir də xalqımıza, ölkəmizə füsun göstərməsin. Zahirəm, Allah səbrinizi versin. Gəlin. Bir dəqiqə icazə verin, qocaman ziyarət edin. 5-ci il dönümüdür. Bura şəhid ataları, anaları toplanıblar. Sonra çəkdə onu bu ziyarətlə keçirsin sonra. Onda ardıcılıq pozulur, başına dönür. Beyləqan rayonundan gələn var, Füzulidən gələn var, Qəbələdən gələn var, ziyarətə Ağdaşlı var, Ucarlı var. Mən də bu münasibətlə hamıya öz təşəkkürümü bildirirəm ki, bu günləri mən Üsalımın yanında tək deyiləm. Bütün şəhid ataları, anaları yanında. Allah şəhidlərimizə rəhmət eləsin, yerləri cənnət olsun. Amin. Şəhid ataları da bugünkü gün ziyarət eləyirlər şəhidimizi. Allah qəni-qəni rəhmət eləsin. Allah xalqımıza, ölkəmizə pis gün göstərməsin. Həmişə bugünkü gündə nətər ki, şəhid ailələrinin yanındadır şəhid ailələri. Həmişə bax belə bir olsunlar, birlik olsunlar. Çünki onların hamısı eyni dərddə daşıyırlar. Ona görə də onlar bir-birini daha yaxşı başa düşürlər. Allah bir daha bax burada olan bütün şəhid atalarına, analarına səbir dözüm versin. Çəkilişimiz davam edir inşallah. İzləyin sona qədər, baxın, bəyənin. Kommentlərdə fikirlərinizi gözləyirəm. Kanalımıza abunə olmayanlar xahiş edirəm, kanalımıza abunə olsunlar. Allah səbir versin bütün şəhid ailələrə. Allah yerlerini cennet eləsin. Şərəf versin. Allah Amin. Arkadaşlar da buradadılar. Qəbələ və Ağdaşdan gəlmişdilər. İndi mən siz özü təqdim edin və bu haqqında danışın. Mən Zərbəliyev Şamal Bəxtiyarov, Qəbələ rayonundan Üsal qardaşımın bütün şəhid olanların, şəhid ataların əllərindən öpürəm və baş əyirəm. Bu qədər şəhid ataların, şəhid anaların yanında danışmaq həqiqətən o qədər asandır ki, Üsal qardaşımız həqiqətən çox yaşlı, çox ürəkli, çox mərd adamı. Allah yerini cənnət eləsin. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Onlar bu qədər danışa bilərəm. Bu qədər şəhid ataların, şəhid anaların yanında. Hamının qaba oldu, baş edir. Allah köməyiniz olsun. Sizlər bizlər üçün tarixi təzələyən bir Sizlər bizlər üçün tarixi təzələyən bir vətəndaşlarsınız. Çünki canlı şahidlərsiniz. Allah sizləri qorusun. Zəhmət olmasa. Mən Ümmətov Ceyhun Qurbanoğlu, Ağdaş rayonu Avar kəndindən gəlmişəm. Mən də döyüş yoldaşımın sözlərinə qoşularaq elə deyirəm, Allah bütün şəhid ailələrinə səbir versin.
Onlara çox əziyyətlər çəkdirir. Allah sizə də səbrinizi versin. Amin. Bəli, dəyərli izləyicilərimiz, indi inşallah Minarə anamız da gəlibdir. İndi Nurlan ana da gəlir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah yaxınlarına səbir dözüm versin. Bütün şəhid ailələrinə Allahdan səbir diləyirik. Allah xalqımız, ölkəmizə pis gün göstərməsin elə. Burada da dəyərli izləyicilərimiz Ağcabəd rayonundan gələn şəhid analar da bugünkü gün burada iştirak edirlər. Elə həmçinin də bax burada görürsünüz şəhidlərimizin rəsmləri var. Allah hamısının ruhunu şad eləsin. Burada olan hər bir kəsin Allah köməyində olsun. Vüsal qardaşımızın bugünkü gün hamı ətrafına cəm olubdur. Pənah qardaşımız tərəfindən evi remont olunan şəhid Nurlan qardaşımızın anası da buradadır. Salam versin. Xoş gününüz olsun. Sağ olun, çox sağ olun. İstədim buraya atıram, dedim söz buraya. Gələcəm də məsələ. Burada oturursan otur. Görüm onunla görüşürəm. Mən hardan oturum? Allah rəhmət eləsin bütün şəhidlərimizə. Allah yaxınlarına səbir dözüm versin. Allah xalqımıza, ölkəmizə bir də pis gün göstərməsin, bir də müharibə göstərməsin. Bütün şəhid qardaşlarımıza Allahdan rəhmət diləyirik. Allah Pənah qardaşımızın canını sağ eləsin. Allah verdiyi bu ehsanları qəbul eləsin. Buradan Pənah qardaşımıza təşəkkürümüzü bildiririk. Allah bütün şəhid ailələrinə səbir dözüm versin. Sağ olsun. Xala hər dəfə əziyyətimizi çəkir. Allah qəbul eləsin. Allah özü bütün verilən ehsanları qəbul eləsin. Əliniz qolunuz var olsun. Allah qurbanınız qoyun olsun. Elə demir. Allah canınızı sağ eləsin. Bütün amin. Amin. Amin Allah. Allah Pənah qardaşımızın ömrünü uzun eləsin. Allah Teala ruzisinə min qat bərəkət qatsın. Amin. Amin başına vurma. Amin. Allah razı olsun abimizdən. Hazırım. Hər şey hazır. Haydi axın. Salam axın. Şərəfanlını, çıxanda o Alsın marketin yanına sola dönün. Bəli, keçirsən, onlar da keçirsən. Allah bütün şəhid analarına səbir dözüm versin. Çox sağ olun, Minarə ana, çox sağ olun. Allah razı olsun sizdən. Allah bütün şəhid ailələrinə səbir versin. Gelin de bırak. İyi soru çekti. Ay Ceylan ana, Allah səbrinizi versin. Sağ ol, köməyində bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Sağ da ürəyim qurban. Çox sağ ol ki, hər vaxt yanımızdasın. Sağ Allah ürəyim qurban. köməyiniz, borcunuz. Sevinc ana da. Allah səbrini versin, Sevinc ana. Ne diyeyim Allah bu analara sabır versin. Amin. Amin. Senden bak. Allah bütün şəhid analarına, bütün şəhid valideynlərinə səbir dözüm versin. Allah xalqımıza, ölkəmizə pis gün göstərməsin. Bir də müharibə olmasın. Amin. 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 Görür sahaya sevincine gelen ne diyeyim size gözler. Hamımızı hesab eləsin. Allah yerisini. Nergis ana, Teranə ilə hamı nə bəzəlir. Elə Sevinc ana, dünənlər canlı yayında başınız qarışıq idi, yox idi. Könül bacı da, Nərgiz ana da, Təranə xala, izləyicilərin hamısı, Cahangir qardaş, hamısı dedi ki, bizim anamızdan, adımızdan baş sağlığıdır Sevinc anaya. Heç birisine pis gün görməm.
etməsin. Hamının ölənlərinə Allah rəhmət eləsin. Amin. Allah hamısından razı olsun. Çox sağ olsunlar. Sağ olun. Allah köməyiniz olsun. Buyurun Nərmin, nəsə demək Elə istəyirəm. izləyicilərimizin də Allah hamısının canını sağ eləsin. Mən ki bir dənə salam yazanda onlar o cürə adama qiymət dəyər verirlər. Adamla rəftar eləyirlər. Bizlərə o qədər qayğı göstərirlər. Allah hamısından razı olsun. Amin. Başda Pənah qardaş olmaqla, kanalımızın dəstəkçisi, Pənah qardaş olmaqla Allah rızqına min bərəkət versin. O ki biz anaların həmişə diqqətindədir, qayğısındadır. Allah ona kömək etsin. Amin. Amin. Bəli, bu günlər görürsünüz Beyləqandan, Gəncədən, digər rayonlardan, həmçinin Ucardan, Ucarın hansı kəndindən Qəziyan? Lək, Ucarın Lək kəndindən Vüsal qardaşımızla bərabər şəhidlik zirvəsinə ucalan Xəyal qardaşımızın da anası buradadır. Allah səbir versin. Elə hər keçəndə o bulağın yanından düşüb bir dua eləyirik şəhidimizə. Allah ruhunu şad eləsin. Allah cəmi şəhidlərimizin məkanını cənnət eləsin. Allah bir də müharibə göstərməsin, bir də pis gün göstərməsin xalqımıza, ölkəmizə. Bütün şəhidlərimizin ruhu şad olsun. Bugünkü gündə də görürsünüz qonaqlarımız gəlməkdə davam edir. Şəhidimizi, onların ailələrini tək qoymayan, unutmayan hər kəsə öz təşəkkürümüzü bildirdik. Allah ölkəmizə, xalqımıza pis gün göstərməsin, bir də müharibə göstərməsin. Şəhid ailələrinə Allah səbir versin. Allah bütün hər bir kəsin canını sağ eləsin. Kim ki bugünkü gün buradadır, hamısına təşəkkür edir. Hər birinə minnətdarım. Allah səbir versin. Bax, bizim şəhid Xəyal qardaşımızın atası da buradadır. Allah səbrinizi versin ata. Allah toplağına səbir versin. Amin. Amin. Vüsal qardaşımızın döyüş yoldaşları da buradadır. Allah sizə də can sağlığı versin. Qəbələdən və qardaşımız Ağdaşdan buyurubdular bugünkü gün burada şəhidimizin məclisində iştirak edirlər, şəhidlərimizi yad edirlər. Allah ruhunu şad eləsin. Bütün şəhid ailələrinə Allah özü səbir dözüm versin. Allah güc qüvvət versin. Allah Taala xalqımıza, ölkəmizə pis gün, acı gün göstərməsin. Bütün şəhid valideynlərinə Allah səbir versin və elə şəhidlərimizin də valideynlərinin getdiyi bax bu onların yaylığın üstündə olan şəkilləri də mağarımızdan asılır. Allah hamısının ruhunu şad eləsin. Həmişə hörmətlə, ehtiramla yad edirik şəhidlərimizi. Bəli, dəyərli izləyicilərimiz, artıq şəhid Vüsal qardaşımızın da il dönümü yekunlaşır. Müharibənin sonuncu günündə bizə qələbəni yaşadan Vüsal qardaşımız və onun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Hörmətli izləyicilər, bu otağı da göstərərkən sizlərə bildirmək istəyirəm ki, kanalımızın yaradıcısı, rəhbəri Pənah qardaşımız bax bu evi, Sevinc Anagilin evin başdan ayağa polunu tutub remont eləyibdir. Və ən böyük otaq harda tikmişiksə şəhid otağı adlandırılıb. Bax elə burada da ən böyük otağımız şəhid otağı adlandırılıb və bu şəhid otağında da Vüsal qardaşımızla bərabər digər şəhid qardaşlarımızın rəsmləri burada öz əksini tapır. Bax elə burada Ağcabədi rayonunun Şahmallar kəndində evi tikilən şəhid Elmir qardaşımızın rəsmini görürsünüz. Ağcabədi şəhidləridir. Allah hamısının ruhunu şad eləsin. Allah yaxınlarına səbir dözüm versin inşallah. Allah xalqımıza, ölkəmizə pis gün göstərməsin. Pənah qardaşımızın əmsi oğlu xüsusi təyinatlı qüvvələrin gənc zabiti şəhid Leytenant Rüfət Nəbzadə qardaşımızdır. Allah ruhunu şad eyləsin. Bax burada görürsünüz Vüsal qardaşımızın adına hazırlanmış belə bir saat var. Nişanlısı tərəfindən hazırlanılıbdır. Allah hamısının ruhunu şad eləsin. Bütün şəhid ailələrinə Allahdan səbir, dözüm diləyirik. Allah xalqımıza, ölkəmizə bir daha pis gün göstərməsin və
Bizə bugünkü gün qələbəni yaşadan bax bu qardaşlarımıza öz təşəkkürümüzü bildiririk. Və dəyərli izləyicilərimiz, şəhid Vahid qardaşımızdır, Nurlan ananın övladı. Allah ruhunu şad eləsin. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Hörmətli izləyicilər, hörmətli dostlarımız, qələbəni bizə yaşatdıqları üçün şəhidlərimizə təşəkkürümüzü bildiririk, onların ailələrinə təşəkkürümüzü bildiririk və beləliklə də artıq 5 il tamam oldu ki, 44 günlük Vətən müharibəsini zəfərlə qazandıq və bu bizim zəfərimiz oldu. Bu zəfəri bizə yaşatdığı üçün bütün şəhidlərimiz Allahdan rəhmət diləyirik. Allah ruhunu şad eləsin şəhidlərimizin. Allah Taala yaxınlarına səbr, dözüm versin. Allah ölkəmizə, xalqımıza bir də pis gün göstərməsin, acı gün göstərməsin. Allah bütün izləyicilərimizdən razı olsun və burada da Minarə ana, Vüsal qardaşımızın, şəhid Elnur qardaşımızın, İbrahim qardaşımızın rəsmini düzəltdirib gətiribdir. Allah qəni-qəni rəhmət eləsin şəhidlərimizə. Çəkilişimizi bəyənin, kommentlərdə də hər kəsin fikrini gözləyirik.